Yekunlaşdırdı. İndi 17-yə baxaq. Demək, bu da ümumi sınaqlarımızdan biridir. Buyurun ya, dil qaydalarından başlayaq, sonra keçək mətnlərə. Eşidirsən? Bəli, işte. Buyur, başla birinci sualdan. Sərt sözünü hansı şey çatdırıcı samitlərdən biri yazılmaz? Varlar. A variantı. Niyə görə? Çünki samitlə başlayan şəkil Yox. çatdırdıqda biz Qoşa samitlə bitən sözlərə əgər samitlə başlayan şəkilçə atırsan, bunlardan biri düşəcək. Eləmi? Səd necə olacaq? Sədlə. sədlə. His və kül sözü istisnadır. Tamam mı? Hiss və kül hissi. Bəli. Məsələn, deyirsən ki, çox maraqlı hissdir. Burada qoşa sı qalacaq. Hissdə heç bir zaman düşmür. Yox, yox. Çünki fərqli əgər kül mənasındakı hissdirsə, yəni ocaqdakı hissdən söhbət gedirsə, belə yazılır da, onsuz da o tək sıradan yazılır. Yox, bildiyimiz duyğu hissdən söhbət gedirsə belədir. Sadəcə hissiz sözü var ha. Ha, O 2 dənə yazılır. əslində 3 dənə. İndi 3 dənəsi dalbadal olmalı bir şey yoxdur. Ona görə 2 dənə yazılır. Amma geridə qalan siz şəkilçisindən başqa digər şəkilçilər hiss sözündə, bir də kül sözündə düşmür. Yəni qoşası düşmür. Çünki qoşası duyğu mənasındadır. Tək sı bildiyimiz bu ocaqdakı hiss kül mənasındadır. Yəni sözün leksik mənası dəyişdiyi üçün bu söz istisnadır. Yəni bunda düşməyəcək. Sadəcə bunu əlavə qeyd üçün dedim sənə. Bir daha hansı? Necə? Bir daha hansı? Kül. Kül. Hə. Kül bir dənə ilə yazılmış. Necə? Kül bir dənə ilə yazılmış. Kül bir dənə l-dan yazılanda hansı mənanı ifadə edir? Kül. Yəni ocaqdan tüstürən. Aha. Amma bütöv mənasında, bütöv mənasında qoşa l-dan yazılır. Bu 2 dənə sözdür. Dilimizdə 2 dənə l olan da var, tək l-dan olan da var. Ona görə deyirəm də bu sözlər istisnadır. Çünki tək yazılanda başqa məna ifadə edir, qoşa yazılanda başqa məna ifadə edir. Müxtəlif nitq hissələrinə aid amonilər müəyyən et. 2-də. Tər, aş, yarım. Yarmaq, aşmaq. Bir də tər sifət ola bilər. Tər məsələn meyvə təzə. Bir də tər isim. 1-3-dür. Allah, düzdür. Cəm şəkilçisi qəbul edə bilir. Hansı Bu qəbul edir? əhali ilə cəmaatdan başqa Əhali və hamısı qəbul cəmaat bu ikisi toplu isimlər içərisində əhali və cəmaat cəm şəkilçisi qəbul etmir. edir. Sonra lıq, lig, luq şəkilçisindən düzələn isimlərimiz də cəm şəkilçisi. Yəni peşə anlayışı bildirir də. Müəllimliklər olası deyil ki, həkimliklər olmaz. Peşə ixtisas anlayışı bildirən sözlərimiz də cəm şəkilçisi qəbul etmirlər. Burada sadəcə qalır sürü, sürülər. Çoxaltma dərəcəsində olan sifətin işləndiyi nümunəni müəyyən et. 4-də. Bumbuz. Bumbuz olmaz Nihat. Deyəcəm niyə görə olmaz? Çünki bu sözü isimdir. Bu sözü isim olduğu üçün sən bunu çoxaltma dərəcəli şey götürə bilmirsən. Olduqca maraqlı idi. Bunu götürmə. Maraqlı sifətdə olduqca maraqlı. Daha çox maraqlı. Təkcə bu söz var. Necə? Təkcə bu söz var. Yox. Sifət olması lazımdır. Çoxaltma dərəcəsi olması üçün sifət olması lazım deyil. Buz orada sifət deyil axı. Bu tipli sözlərimiz var. Zərf olan var. Büsbütün məsələn. Zərfdir. Sən onu çoxaltma dərəcəsi sifət götürə bilməzsən. Bunun sifətin dərəcəni keçəndə qeyd eləmişdik. Yadına gəl, slaytda qeyd eləmişdik. Tünc çay niyə görə sən çoxaltma dərəcəsi götürmüsən? Çünki çay isimdir. Elə deyil.
Bu da belədir. Lap yaxşı niyə götürmədi? Çünki yaxşı feildir, daha doğrusu zərfdir. Yaxşı feilə aid olduğu üçün zərf oldu. Elə deyil. Ona görə də o çoxaltma dərəcəsi olmadı. Dərəcə anlayışı yalnız sifətə məxsus bir özəllikdir. Yəni bir sözü sən dərəcədə deyirsənsə, birinci bax gör o sifətdirmi? Başa düşdün? Şirin-şirin danışırdı, bu da zərfdir. Yəni bu zərfdir, bu isimdir, bu zərfdir, bu da isimdir. Buna görə digər variantlar alınmır aslında. Təzə alınan evin qapısı indi düzəldildi. Sintaktik təhlillə bağlı səhv fikir. Peşə nə yazarsan? Təzə söz təyindi, bu səhvlidir. Alınan aiddir. Düzdür. Zaman zərfli işlənmişdir indi. Mübtəda söz birləşməsi ilə ifadə olunmuşdur. Evin qapısı. Elə müəyyən şəxs cümlədə mübtəda var, xəbər var. Xəbər düzəltmə feili ilə ifadə olunub, düzəldilmişdir. Bəli. Düzəltmə feili ilə ifadə olunub. Cavab variantı. Cümlədəki feilin morfoloji təhlili bağlı yanlış fikir. İndi bu kitabı məktəbə çatdır. Feillə bağlı xüsusiyyət. Onda dırşaq şəkilçisidir, səhvdir. Yəni doğrudur ya, yanlış fikir. Yanlış fikirdir, elə deyilmi? Burada dır nədir? Dur burada çatdır, icbarla şəkilçisi. Yəni leksik şəkilçi, elə deyil. Feildən feil üzərinə şəkilçi. Çatmaqdan çatdırmaq. Mürəkkəb cümlələri müəyyən edin. Bu şəkildə xoşuna gəlmişdi, ancaq anam onu heç kimi göstərməmişdi. Bu mürəkkəb cümlə olar? Mürəkkəb cümlə. Bəli. Ana göstərməmişdi bu cümlə. Xoşuna gəlməmişdi. Bu da şəxsi cümlə. Biri müəyyən şəxs, biri şəxsi cümlə. Bu oldu mürəkkəb cümləmiz. Sonra ocaq yandıqca ətrafa xoş istilik yayılır, yavaş-yavaş isinirdik. İsinirdik kim? Biz, eləmi? Yayılır nə? İstilik. Bu da oldu mürəkkəb cümlə nihayət. Hərəsinin özü mübtəda və xəbəri var. 1-2. 1-2 olan variantımız 2 dənədir. Ya B-dir, ya da Y-dir. Ya 4-dür, ya 5-dir. İndi bax gör hansı olar? 4 yoxsa 5? 4. 1-2 də. Gəldi nə payız, soyudu nə havalar. Nəmi? Cavab 4-dür bəli. Müdir işçilərlə mülayim rəftar edir, onları həmişə səbirlə dinləyir. Dinləyir kim? Müdir. Rəftar edir kim? Müdir. Həmziz xəbərli sadə cümlə. Sonra 8. Cümlə sintak dəlil sxemini müəyyən edin deyir. Vətənimizin torpaqlarımızı hər zaman qorumağa lazım olan mübariz. Bu hamısı bir mübtəda təyin gedir də deyir. Var nə? Vətənimizin oğulları. Baxın ya, diqqətli ol. Var xəbər. Vətənimizin yiyəlik. Bu mənsubiyyəti hardadır? Oğulları. Oğulları. Bu da Bir yerdə hamısı birlikdə ismi birləşmə, elə deyil. İsmi birləşmə. Arasında o qədər söz olsa belə hamısının oldu mübtəda xəbər. Bəli. Yəni 3 sətir bir cümlədir, amma sadəcə mübtəda və xəbər var. Mütləq şəkildə yiyəlik hallı sözü diqqət elə. Yiyəlik hallı söz müstəqil cümlə üzvü olması üçün yalnız xəbər ola bilir. O da dır şəkilçisini artırmalısan üzərinə. Bu yoxdursa, deməli mütləq şəkildə yiyəlik hallı sözdən sonra sən mənsubiyyətini axtarıb tapmalısan. Onu tək başına saxlaya bilməzsən, o tək başına qala bilmir. Yəni cümlə üzvü olaraq təhlil edirsənsə, mütləq mənsubiyyətini tapmalısan. Mənsubiyyətini axtarıb tapdıq, gəldi oğullarında çıxdı. Deməli, bura qədər hamısı ismi birləşmə və bir söz, bir cümlə üzvüdə. Hansı cümlədə modal söz güman şübhə bildirir? Bəlkə fikirlərin bir hissəsini demək. Bəlkə fikirlərin bir hissəsini demədim. Çox rahat sualdır. Necə belə sual veriblər? Söz birləşməsini müəyyən et. Bu da çox rahatdır. İşarə getmək. Belə bura xoşa düşür yəni. Bu qədər düşməz yəni. Ümid edirəm ki, bu qədər düşməz. Bu çox rahat idi yəni. Ümumiyyətlə 8 yox da 9-10 belə daha rahat bir sual. Gəl mətnlərə baxaq görək nə tər olacaq.
Buyur, bədii mətnimizi başla oxumağa. Amerikada yaşayan hinduların hər birinin qəbilə salınması müxtəlif qəribə maraqlı tarixçə vardır. Həmin maraqlı məsələlərin əksəriyyəti Amerikaya ağ adamların gəldiyi zamandan sonraki tarixə aiddir. Belə əhvalatlardan biri də Seminole qəbiləsinin yazını öyrənməməsi haqqındadır. Florida Birləşmiş Ştatların tərkibinə daxil olduğu zaman Floridanın yeni qubernatoru William Duval hinduları savadlanmağa cəlb etmək qərarına gəldi. Bu məqsədlə o Floridada yaşayan Seminolar adlı hindu qəbiləsinin başçılarını öz yanına dəvət etdi. O istəklərinin rəsmi olması üçün hindulara məlumat verdi ki, Vaşinqtonda böyük ata ABŞ prezidenti hinduları belə adlandırırlar. İstəyir ki, Seminolların öz məktəbləri, müəllimləri olsun və Seminollar uşaqları ağlayan uşaqları kimi savadlı olsunlar. Qubernator çıxışına təhsilin bütün üstünlüyünü izah etdi və Seminolları böyük atanın istəklərinə cavab verməyə çağırdı. Sonda o hindulara düşünmək üçün bir gün vaxt verdi. Məlum idi ki, qubernator tam səmimiyyətlə Seminolları sivilisiyaya cəlb etmək istəyir. Lakin qızıldərilər ağları artıq inanmırdılar. Ertəsi gün möhlət bitdikdə başçılar yenidən Devala bir arada gəldilər. Onlardan biri qubernator əlamətlər sözlərini müraciət etdi. Qardaşım, biz böyük atamızın təklif barədə uzun müddət düşündük. Onun tayfamızın çox xoşgüzarlığı üçün göstərdiyi qayğıya görə minnətdarlar, çünki düşündükdən sonra onu təkcilindən imtina etmək qərarına gəldi. Ağlar üçün yaxşı olan qızılderilər üçün uyğun deyil. Qubernator təəccüblənmək üçün biz onlar çiçəklər və soyuqları oxumağı və bu öyrətdən sonra böyük atanı görmək üçün Vaşinqtona getdilər. Onlar müqavilə adlı bir kağıza öz əmrlərini soruşmadan imzaladılar. Belə ki, oxumaq və yazmaq üçün təbrik etmiş çiçəklər və soyuqlar öz atalarının torpaqlarını və evlərini ağ adamlara verdilər. Onlara görə də böyük ata çatdı ki, biz müəllimləri yaxın buraxmalıyıq. Çünki bilirik ki, ağlar üçün yaxşı olan qızılderilər üçün pis nəticədir. Beləcə Seminollar böyük atan təklifi ilə razılaşmaq. Uzun müddət yazma öyrənmə vərdişlərini yerinə qoymuş qaldı. Demək, bu yetimlərin bir dərdi var imiş. Bir də deyir, cümlə məhkəməsinin artıqsa arası əlaqə pozulmaz. Yanlış başlamış. Sonunda isə bütün sonunda isə ikinci abzası artıqsa pozulmaz. Sonda isə bütün bu təşəbbüs görün nə ilə nəticələndi. Hansı təşəbbüs nə ilə nəticələnir? Bu oxumaqları istəyir. Prezidentin oxumaq istəyir. Aha, əla. Cavab oldu B variantı. Mətndə tünd hərflərlə verilmiş sözü qarşısında işarə qoymuş hansı nümunələr əvəz edə bilər? Üç bucaqla bu tarixə sözü ilə tarixçi. Yox, tarixə sözü ilə möhlət. Möhlət. Hansı sözlə dəyişdin? Möhlət sözü ilə şey Y variantı uyğun gəlir deyə. Y uyğun gəlir. Bir dəqiqə, Müddətdən möhlət. Üçbucaq möhlətdir. O birisi nədir? Müddət. Ertəsi gün möhlət bitdikdən sonra bir müddət düşündük. Tünd hərflərlə verilmiş sözü qarşısında işarə qoymuş hansı nümunə əvəz edə bilər? Tünd hərflərlə verilmiş söz. Hansı sözdür tünd hərflərlə verilmiş söz? Verilmiş söz. Tünd Lakin hərflər qızılderilər söz demir bu. Tünd hərf sözü başqa söz yoxdur, cümlə yox, söz. yoxdur. Kitabdan baxırsan yoxsa buradan baxırsan? Kitabdan bax. Lakin qızıldərilər ağlara inanmırdılar. Bir dəqiqə mən də kitabdan baxım. Bu vaxt sözü tünd hərflərlə verilib. Vaxt sözünü nə əvəz edə bilər?
Ha, Tarixdə, müddət tarixə, möhlət, müddət. Bir gün vaxt verdi. Bir gün möhlət verdi, bir müddət. Həm vaxt, möhlət və müddət vaxt sözünü əvəz edə bilər. Mən deyirəm ki, tünd qəlblər vermiş söz olmaya bilməz. Mətnin yalnız əsas hissəsinə aid bulan bəndi. qonşu qəbilənin adı. Hər qəbilənin öz adəti, ağılla. Qonşu qəbilənin nə? Aqibət. O yalnız əsas hissədə var idi, elə deyil. Hə, Nəticədə bunların təhsilsiz qalması var idi. Elə deyil. Girişdə də ümumiyyətlə bunların təhsilsiz olması. Bəli, düzdür. Qonşu qəbilənin aqibəti ki, torpaqlarını verməsi o əsas hissədədir. Mətndə üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənada işlənmişdir? Üzərində rəqəm yazılmış hansı ifadələr deyil məcazi mənada işlənir? Üçüncü və dördüncü. 3 və 4. 3 nədir? 3. Qərara gəldi. Səndən nə istəyir? Məcaz məna istəyir də, hə? Bəli. Sonra nədir? Məlumat verdim. Bəli. 3 və 4. Sonra 15 oxu. Mətni və cədvələ sınava fikirləri müəyyən et. Qəbilələr bir-biri haqqında məlumatlı idilər. Bəli, doğrudur. Çünki Utsir bir Kriklər və Çoriklərdən məlumatlı idilər. Yəni. Onların başına nə gəldiyini bilirdilər, elə deyil. Qubernator ölkə taşıyıcısının tapşırığını icra edirdi. Xeyr, səhvdir. Demək ki, Eləmədi. gecə olmur. Qubernator özü qərar verir. Öz qərarı idimi, kimsə qərar vermişdi, onu bilmirik. Hə. Ölkə rəhbəri fərqli formada adlandırıldı. Bəli, düz böyük Ata ata. adlandırırdılar, hə? Böyük ata. 1-3 olan cavab elə 1-3-4 qaldı. Hə. Qızıldərilərlə ağlar arasında ilk danışıq aparıldı. İlk deyil də əvvəl danışıq aparılıbmış. Və Hə, onlar yanlış. hətta sonunda şey elədi, eləmi? Hə, kiçik olsun. 1-3-4. 16. Vaxtlar əsrimizin qarşılığını müəyyən et. Sivilizasiya, mədəniyyət, sivilizasiya, mədəniyyət. Düzdür. Sivilizasiya nədir? Mədəniyyət. Tünd hərflərlə verilmiş cümlədəki fikrin səbəbidir. Bax, görsən, bayaqki söz ayrıdır, cümlə ayrı. Lakin qızıldərililər ağlara artıq inanmırdılar. Demək, bunun səbəbi nə idi? Əvvəl aralarında problem olmuşdur, deyil? Və bu razılaşma onların qızıldərilir. İlk razılaşma olsaydı belə şey olmazdı. Hə, o deyil. E variantı. Əvvəllər də razılaşma olmuşdu. Əvvəl razılaşma olmuş, lakin nəticəsi yaxşı olmamış. Bəli, düzdür. Sonra 18. Mətdə haqqında yanlış fikirlər müəyyən et. Mətn haqqında yanlış. Əsas sözü üçüncü yeri dəyişsə azlıq bərpa olunur. Bu artışılıq yoxdur. Hamısı düzgün verilibdir.
Əsas hissədə 3-cü və 4-cü abzasının yeri dəyişdirilsə, ardıcıllıq bərpa olunur. Səhv. Bəli. Çünki biz mətni oxuyarkən, əgər elə bir şey olsaydı onu hiss eləyərdik, elə deyil Nihat. Sən onu ardıcıllıq pozulursa onu hiss eləyirsən avtomatik olaraq. Yanlış fikirlər müəyyən edilir, biri götürülür. Sonra Bir hissəsində mətnin məlumatla birləşdirən fikir verilmişdir. Mətnin məlumat. mətndəki məlumatları Bəli, ümumiləşdirən. düz, Anı. düz. Bir hissədə yəni mətndəki, yəni yazıların bilməməsi. Amerikada yaşayan hinduların hər birinin qəbiləsinin sənnamesi müxtəlif qəribə olaraq təsirə vardır. Həmin maraqlı məsələlərin əksəriyyəti Amerikaya ağ adamlar gəldiyi zamandan sonraki tarixə aiddir. Belə əhvalatlardan biri də Seminole qəbiləsinin yazını öyrənməməsi haqqındadır. Nə deyirsən də? Giriş hissəsində mətndəki məlumatları ümumiləşdirən fikir. Mətndəki bütün məlumatları ümumiləşdirirmi bu fikirdə? Orada əvvəlki qəbilənin başına gələn hadisələr falan verilmir axı. Biz sadəcə bir qəbilənin yazını öyrənməməsini görmüş oluruq. Yəni mətndəki məlumatların ümumiləşdirilir deyə bilmərik yaxın yada. Bütün məlumatlar. Sadəcə bir qəbilənin yazını öyrənməməsinə danışır. O birisilə danışmıraq, yazmır. Ümumiləşdirilir, ona görə deyə bilmirik. Əsas hissədə yer adlarının təqdimatı ilə başlayır. Əsas hissə aradı. Yer adları. Florida Birləşmiş Ştatların tərkibinə daxil olduğu zaman Florida yeni qubernatoru buradan başlayır. Bəli. Bu doğrudur. Nəticə hissədə fikirlər yekunlaşdırılır. Nəticənin verildiyi abzasda başqa qəbilənin də adları çəkilir. Hansı yanlışdır? Nəticədə başqa qəbilələrin adı çəkilmir. Çəkilmir, elə Elə mi? bu yanlış. Bu yanlış. Əsas. Cavabımız oldu 1, 2, 5. A variantı. 19. Mətndə qarşısında ərəb rəqəmi yazılmış sözlər əsasında cədvəl tamamlayan qeydlər. Həqiqi məna, məcazi məna. Ərəb rəqəmi bizim istifadə etdiyimiz rəqəm demək, yəni. 1. Yaşayan hinduların. Həqiqidir. Həqiqidir. Sonra başqa hansıdır? Göstərdiyi qayğı. Bu məcazi. Bu məcazidir. 1 həqiqi, 2 məcazi. Elə mi? Sonra ona aid də bir cümlə qurursan da. Çərçivədə verilmiş hissə əsasında cədvəl tamamlayan fikirləri yazın. Çərçivədə verilmiş hissə. Ağlar qıldırırlar. Çərçivədə verilmiş hissədə, hə, bura, elə deyilmi? Ağlar haqqında nə deyə bilərik? Necə? Bilirdilər. Qızılderilər tutma yazını bilmirdilər uzun müddət. Bax, yox, mən Saf idilər. buradan bu hissədə görürük ki, bu deməli biz burada Nihat ağların qaradərləri necə aldatdığını görürük. Yəni bu çərçivədən biz qərar verməkdə elə deyil. Bu çərçivə daxilində biz sadəcə qaradərlərin aldatdıqlarını görürük də. Yəni buradan biz ağdərlərin başqa nəyi görə bilirik? Sözlərin üstünə dururlar, eləmi? Qaradərləri aldadırlar. Yəni bunları görürük. Sadəcə bunu yazırlar. Qaradərlər haqqında nə deyə bilərik? Safdır. Düşünmədən qərar verirlər, addım atırlar falan. Bunları da biz qaradərlər haqqında verə bilərik. Belə. Buyur, azadlıq heykəli. Publistik mətnimizi oxuyaq. Azadlıq hesabı şey dünya mantıqlı azadlıq arasında qalmış nəinki orada.
Heykəldə təsvir olunan ayaqüstü dayanmış xələtli qadın Roma Zılıq ilanəti Libertas'da üstünlükdür. O bir əlində Zadıq məşəl, digər üzərində ABŞ müstəqillik bəyannaməsi elan edildiyi 4 il 1776-cı il tarixinin yazılı qanunların əks olunduğu təbliğ tutmuşdur. Mabıda Fransız heykəltara Frederic Auguste Bartholdi tərəfindən hazırlanmış və 28 oktyabr 1896 ildə Fransız xalq adından ABŞ əldə edilmişdir. Postamente hazırlamaq isə Amerikalıların öhdəsinə düşmüşdür. Heykəlin Amerikalılara aid hissəsinin hazırlanmasında maliyyə sıxıntıları olmuş, bəxşişlər tapılması onlar üçün çətin etmişdir. Hətta tamamlanmasına bir il əvvəl 1885-ci ildə postamentin inşasında yaradılması təhlükəsi yaranmışdır. Bundan sonra işlərin tamamlanmasına dəstək məqsədilə publisist Joseph Pulitzer tərəfindən kampaniya başlanmış və 120 mindən çox ihanətçi bu işə cəlb olunmuşdur ki, bunların da əksəriyyəti bir dövlətin nazirliyinə verilmişdir. Heykəl Fransada hazırlanmış, daha sonra isə ABŞ-yə daşınaraq əvvəl Bel-Royalda satılmış, adı dəyişdirilmiş, postament üzərində düzəldilmişdir. Heykəlin tamamlanması mərasimində ABŞ prezidenti Grover Cleveland rəhbərlik etmişdir. 1980-ci illərin əvvəllərində heykəlin ailəsi təminə ehtiyacı olduğu ortaya çıxdı. Paqonun 1984-86-cı illərdə əhatə etdi. Bu müddətdə heykəlin məşəl hissəsi daxili strukturu yeniləndi. 2001-ci il 11 sentyabr terminalında sonra təhlükəsizliyin təmin edilməsi məqsədilə heykəlin ziyarətçilər üçün yenidən bağlandı. 2004-cü il postament 2009-cu il taxta çıxan ziyarətçilərin sayına limit qoyulması şərti ilə heykəl ziyarətçilər üçün açıldı. 28 oktyabr 2013-cü ildə heykəl postament bir il müddətində yenidən ziyarətə bağlandı. Bundan sonra ikinci pilləkən və digər təhlükəsizlik qurğuları inşa edilmişdir. Lakin açılışdan bir gün sonra İsrail asılmasına görə bu diqqətli yenidən ziyarətçilər üzrə kapatılmış 4 yıl 2033 yılında açılmışdır. Belə. Bu gah açılıb, gah bağlanıb müəyyən təhlükəsizlik səbəblərindən. Demək, 21-ci sualda nədir? Mətn haqqında verilmiş fikirlərdən yanlış olanları müəyyən et. Buyur oxu. Heykəl yaratımı 776-cı ildə yaranmışdır. Xeyr, çap. Yox, 1776 doğrudur. nədir? Qanunların əks olunduğu tablet qurulmuşdur. Elə deyil. İdeyasının o vaxtda yarandığı deyilmir. Yanlışdır. Sonra Grover Cleveland heykəlin hazırlanmasına qarşı çıxmışdır. Yanlış. Bəli, düzdür, yanlış. Cleveland harda verilir? Onun adını biz harda görürük? İyanə məqsədi. Heykəlin tamamlanması mərasimində ABŞ prezidenti rəhbəri tam tərsinə olur, Nihat. Hazırlanmasına qarşı çıxmır. İyanələrin toplanması və hazırlanmasına şərait yaradır. Bu da yanlış fikirdir. Elə deyil. Və mətndə nə qeyd olunur? Heykəlin tamamlanması mərasiminə rəhbərlik edir. Demək ki, bu adam heykəlin hazırlanmasına qarşı çıxmıyor. Üçdə hazırlıq hadisi hədiyyət adlandırıla bilər və adlandırıla bilər. ABŞ-a hədiyyə edilmişdir, görürsən. Sonra Ayşənin üzərində qanunların yazıldığı lövhələr var. Qanunlar bəli düzdür. Lövhə deyəm, bəli. Düzən bir presiya heykəli iştiqlala ayrı şəxsiyyətlərdən deyil. Bəli düzdür. İştiqlal var, yanıldır. adı qeyd olunur bu. Orada qeyd olunur. Orada Fransız heykəl tarafçılığı yapılmış. Dəqiqə. Bundan sonra işlərin tamamlanması dəstək məqsədi ilə bunun tərəfindən kampaniya başladılır. İlk dəfə layihələndirən şəxsdir deyə bilirsən bunu. Nə aidiyyəti var? Xeyr. Yarımçıq qalır, dəstək məqsədi ilə kampaniya başladılır, iyanə toplayır. Bu adam layihəni verən şəxslərdən deyil axı, qeyd olunmur axı belə şey. 1, 2, 5. Cavab C variantı. Özləri qəsd edirlər, mətndə istifadə olunmuş şəxsləri, obrazların adlarını fərqli-fərqli yerlərə yazıb
Səni çaşdırmağa çalışırlar. Bir qayıdıb mətnə baxmaq lazım. Hansı suala mətn əsasında cavab vermək olmaz? Olmaz. Bu D variantı. Sən də qasırğa sabitə hansı olmuş? Abidəyə hansı canlıları olmuşdur? Demir. Ha, Sadəcə deyir yoxdur. ki, bağlanır. Elə deyil. Nə kimi ziyanlar olduğunu qeyd eləmir. Mətndə birinin səbəbi müəyyən etmək mümkün deyil. Kampaniyanın səbəbi məlumdur. Bir Elə mi? qasırğanın yaranması. Qasırğanın yaranmasının səbəbi məlum deyil. Qasırğanın yaranmasının nəticəsi olaraq abidənin bağlanmasını biz görürük, amma niyə görə qasırğa yaranıb onu bilmirik. Amerikalıların iyanə toplamasının da səbəbi bəlli idi, eləmi? Ziyarətin bağlanmasının səbəbi də bəlli idi. Hamısını qeyd olunmuşdu. Postamentin inşası dayandırılması təhlükəsinin yaranmasının bu da yazılmışdı. Mətnə sizin cədvələ uyğun fikirlər, doğru və yaxud da yanlış fikirlər seçəcəyik. Doğrudur. Mətndə daşınma məsələlərindən danışılır. Bəli, düz danışılır. Fransada hazırlanıb habeşə yatırılmasına elə deyil. Bir düzdür. Sonra Fikirəm, düzdür. Roma azadlıq iqlası müxtəlif xalqlar tərəfindən xatırlanmışdır. Bu da doğru fikir. Fransa. Bəli. 1-2. 1-2 qaldı ya 4 ya 5. Heykəl 1885-ci ildə tamamlanmışdı. Nə vaxt tamamlanıb? Gəl baxaq. Yazır onu. Bəli, doğrudur. Yazmıram, amma düşünmürəm. Bax, 1985 heykəlin bir dəqiqə. 1980-ci ilin əvvəlində heykəlin əsas sistemində ehtiyac olduğu ortaya çıxdı. Ümumiyyətlə, postamentin inşası dayandırılması təhlükəsi yaranmışdı 85-də. Bir dəqiqə, səndən nə şərt verir burada? 1885-ci ildə tamamlanmayıb. Nihat, 1885-də tamamlanmayıb. 1885-də yarımçıq qalma inşasının dayandırılması təhlükəsi yaranıb. Elə deyil. Qeyd edirsən ki, 1885-ci ildə inşası dayandırılması təhlükəsi yaranıb. Demir ki, 1885-ci ildə layihə dayandırılıb, tamamlanıb. Bu yanlış fikirdir. Cavab qalıb 1-2-4. Müxtəlif zamanda abidənin təhlükəsizliyi üçün addımlar atılmışdır. Bəli, orada qeyd olunur da hansı zamanlarda bağlanılıb. Abidə ziyarətçilər üçün bağlanılıb və yaxud da ki, limitli sayda ziyarətçiyə icazə verilib. Bunlar yazılıb. 5-də doğru fikirdir. Ona görə 1-2-4 olacaq cavab. Mətndən sizin cədvəldəki doğru fikirlərini edin. Mətndə bu haqda məlumat var, bu haqda məlumat yoxdur. Heykəli hazırlayan şəxsin kimliyi var? Var. İstiqlalın edilmə tarixi var, elan edilmə tarixi. Yoxdur. Sonra bir dəqiqə, İstiqlalın elan edilmə tarixi, qasırğaya qarşı mübarizə aparan şəxslər yoxdur. İstiqlalın elan edilmə tarixi. Baxaq da. O birislərini gəl oxuyaq. Ölkə başçılarından biri terror hadisəsi qurbanlarının sayı. Bu da yoxdur. Hansı yoxdur? Terror hadisəsi qurbanları. Ölkə başçısı biri var. Ölkə başçılarından biri var. Var. 1, 5. Sonra nə olduğunda bunların arasında 2. İstiqlalın elan edilmə tarixi. Müstəqillik bəyannaməsi. 1776. 1, 2, 5. Cavab E variantı. Tünd hərflərlə verilmiş sözü hansı ifadələrlə əvəz etmək olar? Tünd hərflərlə verilmiş söz nədir?
Məhdudiyyətlə hədd. Məhdudiyyət və hədd. Harda qeyd olunub bu sözlər? Bu skanda tapmaq olmur, tünd hərflə vermiş sözü. Limit. Hə, limit. Bir dəqiqə. Burada insanların girişinə limit verildi. Orada idi. Limit qoyması. Budur. Tünd hərflə Bəli. vermiş söz. Hə. Bunu sən məhdudiyyət və həddən şeylədin. Hə, elə bilirəm ki, o sözlərin tünd hərflərlə verilib. 2 və 5 düz. Limit məhdudiyyət deməkdir. Hədd, sərhəd deməkdir. Elə bir limit qoyur. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər bir-birini əvəz edə bilər? Bir-birini əvəz etməsi. Üzərində rəqəm yazılmış sözlər. Üzərində rəqəm yazılmış sözlər tapaq görək hansılardır? Hazırlanmış. Eləmi? Mən bunu fərqli rəngdən qeyd edeyim ki, özümüzdə görsənsin. Demək, hazırlanmış. Sonra nədir? 2. Dəqiqə, postament var. Struktur var. Bağlanmış var. Qapadılmış var. Hansı sözlər bir-birini əvəz edə bilər, Nihat? 4-dən 5. Bağlanmışdan qapadılmış. Eyni mənada bağlamaq, qapamaq. 4 və 5 B variantı. Qarşısına işarə qoymuş hansı sözün izahı verilməyib? Bir dəqiqə, hansı sözlərdir qarşısına işarə qoymuş? Gəl üç bucağın tərsinə baxaq, məsələn. Təcəssüm etmək. Bəyannamədə normal üç bucaq. Normal üç bucaq bəyannamə, bu da təcəssüm. Təcəssüm, bəyannamə. Ürəkdən kvadrata baxaq. Bu maliyədir. Kvadrat iyanədir. Kampaniya, eləmi? Maliyyə, iyanə, kompaniya. Düz yazdım mı? Kvadrat idi də kompaniya, elə deyil. Yox, kampaniya ürək idi. Kampaniya ürək idi. Kvadrat nə idi? İyanə. Hə. İndi deyir ki, hansı sözün izahı verilməyib? Kompaniya, iyon, kvadrat. Bir şeyin canlanması, əks olunması nədir? Təcəssüm. Elə deyil. Sonra pul vəsaiti. Bir şey üçün toplanılır. Toplanılan pul nədir? Bir şey üçün toplanılan pul. Bir şey üçün maliyyə. Niyə? Toplanılan pul, toplanan yardım nə olar? İyanə. İyanə təbii ki. İyanə deyəndə sən yardım başa düşmürsən. Pul vəsaiti maliyyə. Maliyyə pul vəsaitidir. Demək, təcəssüm canlanmadır. Xalqa xitabən yazılmışdı bəyannamə. Nə qaldı? Kampaniya sözünün mənası yoxdur. Cavabımız oldu D variantı. Eləmi? Başa düşdün? 29. Mətnə əsasən cədvəl tamamlayan fikirlər müəyyən edin. Heykəltaraşdır. Heykəli quşaq salı. Bu heykəl, bu Azadlıq heykəlin müəllifidir deyə bilərik, elə deyil? Hə. Bu idi də o heykəli hazırlayan. Hə. Xalqı adından böyük iş görmüşdür. Yəni iyanə toplamışlar. Yox. Bax, xalqı, hansı xalqdan idi bu həmin adam? Fransa. Nə? Fransadan. Aha.
Xalqı adına böyük iş görmək nə oldu? Fransa xalqından ABŞ-a şey olmamışdı, hədiyyə olmamışdı bu. Bəli. Buna görə də xalqı adından bir iş görmüş olur da. Bəli. Yəni müəllifi olduğu heykəl Fransız xalqı adından ABŞ-a hədiyyə olunur. Məsələn, bunu yaza bilərsən bura. Bəli. Buna görə xalq adına böyük iş görmüş olur. Çərçivədə verilmiş sözlə bağlı cədvəl. Çərçivədə verilmiş söz. Postament. Postament. Postament nədir bilirsən? Hə. Büst. Yox. Heykəlin altlıq. O heykəl. Atlıq var ha. Oxu postament. Buna uyğun da bir cümlədə işlədirsən, yekunlar. Belə. Sınaq 17-ni yekunlaşdırdıq.